Salam dostlar, kanalıma hoş gelmişsiniz. Bugün sizinle tiyatra gedirik. Musiqili komediya tiyatrına. Şimdi size biraz şehri ve biraz da tiyatra göstereceğim. Tamaşanın özünü icazə vermirlər artıq çekmeye. Ama imkan olsa biraz da olsa çekerim. Operettadır. Ola bilsin kimse çoktan olmuyor tiyatrda veya hiç olmuyor. Olabilir, maraqlı olar. Tiyatram çekerim içini, foye. Şehre tez-tez gəlmirəm. Özümə də maraqlıdır. Saat 7'də başlayır tamaşa. İndi 7'yə qalmışdı artıq. Mən xoşlayıram teatrı. İmkan daxilində həmişə gəlirəm. Böyle bir renkli vitrin. Sophie Couture. Bakın ne güzel içeride elbise var. Muskomedyan binasıdır artık ve burada afiş var. Bakın uşaqlar üçün də tamaşalar var. Bunlar əsasən gündüz olur saat 12'də. Hansı tamaşalar indi gedir. Buraya yəqin işçiler için, aktörler için girişti. Bizim için giriş biraz qabaqdadır. Burada 2 afiş da var. Onları da size çekeyim. Ve bir afiş da burada var. Gucci'nin pencerelerini çekeyim. İçinden hele ki için alabilmedik. Hiç olmaya böyle bakaq. Ve burası teatrmış. Olmuştu yıkılım. Bura fayyadır. Hele ki artıq hamı gəlib yəqin zaldadır. Çünki mən 10 dəqiqə qalmış çatmışam. Bunlara 2 manat pul verdim. должен я такие отыскать.
poety i porażenia nie żart. Szlopuje tam moi, sklejają poety i porażenia nie żart. Tamaşa bitdi. Saat indi neçədir? Saat 21:45. Və evə gedirəm. Teatrda çəkməyə icazə vermirdilər. Ona görə çox qısa oradan buradan sizin için çektim. Bunu görməmişdim bulvarda, baxın. Çox maraqlı. Burada instalyasiyadır yəqin ki. Nəsə əyləncəli bir yerdir. İndi yolu keçib bəlkə imkan olsa çəkərəm. Baxın nə qədər burada zambaq əkiblər, nə gözəldilər. Çox sevirəm. Tülpanları çox sevirəm. Nə qədər gözəldir. Və çoxdur, həddindən artıq. Keçən dəfə bu qədər deyildilər. Mən burada olanda çox qəşəngdir. Mən avtomobillə gəlməmişəm, çünki maşınla gələndə qalırsan, saxlamağa yer olmur. Və haradasa uzaqda saxlayıb getməlisən, ona görə piyada gəzməyi ümumiyyətlə çalışıram. Piyada gəzim.
Ve nəzərimdə tutmuştum ki, bir-iki dayanacaq, hətta piyade gedim. Sonra taksi çağıraram, amma bilmirəm. Biraz sərindi hava, üşüyürəm. Gedim də bir-iki dayanacaq sahilə qədər gedim piyada. Orada çağıraram taksi. Burada da deyəsən gərgin oyun gedir. Bura hələ də zambaqlardır. Balacalardır bunlar, hələ böyüyüb açacaqlar. Bunlar axşam vaxtı nə qəşəng görünürlər. İndi havalar isinir. Uşaqlarla gələrəm mütləq. Fərhad indi bunları görsə. Axşam vaxtı daha maraqlıdır. Buna nə qədər çox Viking deyirlər də buna. Nə qədər çox buna insan var, növbə var, baxın. Bu növbə hamısı oradır. Baxın, nə qədər adam var Vikingə minmək üçün. Bu Narimanov parkındaydı Viking. Sonra orada yani park yeniden quruldu ve bütün bu atraksiyonlar oradan yığışdırıldı. İndi burada quraşdırılıb. Təhlükəsizlik təmin olunsa çox yaxşıdır. Atraksiyonları sevən çoxdur. Uşaqlar da çox sevir. Viking heç cürə işə düşmür. İstəyirdim Viking'i çekim sizin için. Viking'a minirlər indi görək. Saat 10'du ama bulvarda o kadar adam var. Ben o ki öğrenmişim o kadar ki iş biten kimi kaçıram eve. Cemaat gəzir, çoxdur. Yani küçədə insan bulvarda çoxdur. Viking nəhayət ki yola düşdü. İndi görək nə qədər hündürə qalxacaq. Hele ki cemaat sakitdi, səs yoxdur. Mən bir dəfə minmişəm ömrümdə Narimanov parkında çoxdan və yox, Narimanov parkında minməmişəm. Orada heç vaxt minməmişəm. Demək 8 noyabr prospektində Luna Park var idi. Rəfiqəmlə getmişdik, Lale ilə. Və çox qorxmuşdum onda. Çok korkmuştum. Aha, yani birinci qışqırıqlar başladı. Siz istəyərdiniz minmək, ya da kimsə sizdən xoşlayır, minmişsiniz. Mən bir də deməli Viyana'da olanda Prater'a gitmiştim ve orada da çok atraksiyonlarda mindik. Bir atraksiyon yani bizde vardı Vysyoly Gorki, yadınızdadırsa. Ama çok korkuluydu. Çok korkmuştum onda. Qışqırırlar ki stop ver. Qız qorxur ya uşaq qorxur, ona görə istəyirlər ki saxlasınlar.
Amma baxın nə qədər elə adam növbədədir. Biletlər 3 manat, jeton 1 manat, nağd və kartla. Atraksiyonlar, karnaval, qiymət 3 manat. Bu atraksiyon moddan düşüb, buna gələn yoxdur və deyəsən bağlıdır. Buradan sahilə kimi gedim piyada. Ha, burada ağacı da bəzəyiblər. Qəşəngdir. Fontanlar elə bağlıdır. Və gecə də mənim kameram o qədər yaxşı çəkmir, təəssüf ki. Maraqlı ağac var burada. Yarpaqlar var üstündə, amma ümumiyyətlə ağac çox qurumuş kimi görsənir. Yəqin azdır hələ yarpaqları. Kənardan belə görsənir. Burada da güllər var. Burada qızıl güllərdir. Bunlar çox gözəldir. Rengi de sarıdır. Bakın ne güzeldi. Burada da çok büyük ağac var. Düzdür, ışıqlardır. Kamerada onsuz da yaxşı çəkmir. Bir de ışıqlar. Burada bir neçə ağac var. Avtodrom. Işıqlar qamaşdırır kameranı, onsuz da yaxşı çəkmir o qədər. Maşınkalardır, maşınlar. $22.09. Krasovkalara o qədər öyrəşmişəm, o qədər mənə rahatdır krasovkada ki, adi ayaqqabı da mənə çətindir. Düzdür, ayaqqabılarım çox rahatdır, çox rahatdır, çox hündür deyil. Amma əlbəttə ki, krasovka çox rahatdır. Burada belə zamanın səsini dinlə adlı sərgi var. Deməli bu Tamara xanımdır. 86 yaşı var. Allah uzun ömür versin. Çox gözəldir. Mən atamı 64, anamı isə 71 yaşında itirmişəm. Ona görə belə görəndə çox sevinirəm. ...74 yaş. ...86 yaş. 71 yaş, 78 yaş. Güzel. ...71 yaş. 86 yaş.
71 yaş. Yaşamaq gözəldir, amma sağlam yaşamaq. Allah heç kimə xəstəlik göstərməsin. Siz də görürsünüz bu xətti. Düz bayraqdan yuxarı gedir qara xətt. O nədir? İşıq da ola bilər. Bax, belə qara xətt gedir yuxarı. Orada bayraqdır, siz görməsəniz də düz bayrağın üstündəndir. 75 yaş. Deyirəm mənə qonum modelləmənin başqa adama. 88 yaş. ...76 yaş. Bütün izleyicilerime arzu eləyirəm ki... ...onlar da... ...86... ...96 yaşasınlar ve... ...sağlam yaşayın. Kaktuslarda belə... ...maraqlı yaşıl ışıqla ışıqlandırıblar. Burada da stand var. Adlanır Bir Güneş Altında. Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi 16-cı ildə Azərbaycanda elan edilən multikulturalizm çərçivəsində Bir Güneş Altında adlı film istehsal edib. Yəqin filmdə iştirak edənlərdir. Yaxından kim istəsə saxlayıb oxuyar, görsənirsə. Görürsünüz. Işıq elə düşür ki telefon fokus etmir. Belə dostlar, burada sizinlə sağollaşıram. Sağ olun. Gələn görüşlərdə, gələn videolarda görüşənədək yadınızdadır da. Zəhər görüşləri olurdu Sovet vaxtı deyirlər. Gələn görüşlərədək. Gələn videolarda görüşənədək salamat qalın.